Herkese salam. Uşaqlar, biz YouTube'da məktəb alışverişimizi paylaşdıq. Demək olar ki, bütün rəylərdə hər kəs məktəb əşyalarımızı hardan aldığımızı soruşurdu. Mən də qərara gəldim ki, TikTok bölməsində bunu paylaşım platformasında. Əhmədlidə yerləşən Premium El mağazası səhifəsini də aşağıya etiketləyəcəm. Oradan tapa bilərsiniz. Çox maraqlı pozanlar, çox maraqlı qələm yonanlar, çox qəşəng dəftərlər, xətkeşlər, nə bilim, yəni qeyri-adi, hələm-hələm hər yerdə tapılmayan, uşaqları dərs oxumağa həvəsləndirəcək çox gözəl şeylər var idi. Mən özüm də TikTokdan gördüm və yerini tapdım, uşaqlara sürpriz elədim. YouTube'da ətraflı paylaşmışıq nə aldığımızı, detallarına kimi. Düzdür, baxanların məncə çox adam baxıb ona. Amma əgər baxmayanlar varsa YouTube'da da baxa bilərsiniz. Çox gözəl şeylər aldıq həqiqətən. Belə mini salfetkalar var idi. Son zamanlarda çox dəbdədir bunlar. Bunlardan da aldım. Məktəbə gələndə çantalarına atarlar deyə, amma artıq işlədib qutarırlar. Demək olar ki, yarılayıblar yəni. Çox gözəl qələm qabları var idi. Deməli, 3 dənə uşaq idilər. Çanta, qələm qabı, yonan, yəni lazımlı nə varsa uşaqlar üçün məktəbə, hər şey ümumilikdə toplamda 300 manat tutdu. Yəni uşaq başına 100 manat. Hələ məktəb ləvazimatlarından əlavə nə qədər oyuncaq, cicili-bicili şeylər götürüblər, su qabı, yəni nə desəz var. Mağazada da trendə uyğun hər şey var idi. Labubulu penaldan tutmuş, çantadan tutmuş, bloknot, qolbaq, labubunun özü, kolalısı, sadəsi, yəni hər şey var idi. Belə maraqlı qələmlər də var idi. Uşaqlar özlərinə boyunluq, su qabı aldılar. Məktəb alışverişindən əlavə. Baxın, görün necə maraqlı su qabları var idi. Labubulu çanta aldı Məryəmlə Əsnad. Rabiyyənin çantası sadə idi, krem rəngdə. Daha sonra çox gözəl dəftərlər, albomlar, çox qeyri-adi qələmlər aldılar özləri üçün. Təsəvvür edin, qələmin bir dənə qələmdir, 2 dənə başı var. Eyni anda 2 dənə yazır. Təsəvvür edin, A hərfi yazırsınız, 2 dənə xətlə gedir A-nın hər bir hissəsi. Yəni çox maraqlı qeyri-adi şeylər vardı. Hətta bu yemək qabına baxın. Düzdür, bunu almamışıq, amma mağazadan çıxa-çıxda gördük, şoka düşdük ki, bu necə qeyri-adi bir şeydir. İstədik bunu da sizə göstərək. Baxın, belə çox gözəl yemək qablar var idi uşaqlar üçün. Yəni ki, bu ildə mənim başımı aldadıb bura gətirdilər ki, bu il çox super oxuyacağıq. Bizə çox super əşyalar lazımdır. Mən də onlar tək oxusunlar deyə gəldim. Çox mükəmməl əşyalar aldıq, yığdıq, yığışdırdıq, getdik. Allah bütün uşaqlara zeyn açıqlığı versin. Yeni dərs iliniz uğurlu olsun. Səhifəni də aşağıya etiketləyirəm. Hələlik.